Gördüyünüz bu elektrik dəstini biz bu velosipedə quraşdıracağıq. Motor dəstimizə daxildə 500 vatlıq reduktor batareyasıdır, 20 amperaj. Bu kontroller hissəsidir. Display ekranda hibrid rejimdə pedal dəstəklə sürmək üçün bir datçikdir. Ön işığımız var, şarj adaptörü ventilyasiyalıdır, yəni qızdırıb. Motorumuz datçik ilə daxildir. Sonda biz sizə velosipedin hazır şəklində göstərəcəyik. Motor dəstimizi quraşdırmışıq. Hər bir şey incə detayla diqqət edin velosiped seçərkən elektrikli quraşdıracağınız zaman. Rama böyük olsun. Yəni rama balaca olanda bu batareyanı ramanın içinə yerləşdirmək olmur, təəssüf ki. Biz ona görə arxaya bir bagaj əlavə elədik. Batareyanı da bagajın üstünə bağladıq. İşləməsini sizin üçün göstərək, yaxından çək zəhmət olmasa. Buradan işə salırıq, ekran işə düşür. Ən bəyəndiyim şeylərdən də biri ekran daş kimidir. Yəni o tez qırılan, dağılan ekrandan deyil, hər iki tərəfdən bağlanır. Skor sistemləri baxın, 2, 3, 4, istədiyiniz qədər sürətlidir, kifayət qədər sürətlidir. Bir də zəhmət olmasa bunları göstər, formumuzu basanda motordan ayırır datçiklər. Elektrikli velosipedi test edək. İşığını da qoşuram, buyurun baxın. Gecə gündüz nə qədər istəyirsiniz rahatlıqla sürə bilərsiniz. Getdik. Bismillah.